Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Tərtərdə yerləşən Azərxalça Açıq Səhmdar Cəmiyyətində xalçaçı peşəsi üzrə təşkil olunmuş növbəti hazırlıq kursu yekunlaşıb. Qiymətləndirmə görüşündə kursu uğurla bitirmiş namizədlərin işə götürülməsi istiqamətində müzakirə aparılıb. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Kəlbəcər rayon Meliorasiya və Su Təsərrüfatı İstismarı İdarəsinin nümayəndələri arasında görüş olub. Görüşdə birgə əməkdaşlığa dair müzakirə aparılıb. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Kəlbəcər rayonunun 1 və 22 nömrəli tam orta məktəblərində peşə yönümü məsləhət xidməti təşkil olunub. Tədbirlərdə şagirdlərə ixtisas seçimi və gələcəyin peşələri barədə məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Ağdam Sənaye Parkında fəaliyyət göstərən Bafco Invest MMC-də həyata keçirilən geniş profilli dəzgahçı peşəsi üzrə bir hazırlıq kursu başa çatıb. Digərinin isə yekun qiymətləndirmə imtahanı keçirilib. Eyni peşə sahəsi üzrə daha bir hazırlıq kursuna başlanıb. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocavənd rayonunun Qırmızı Bazar və Soz kəndlərinə köçmüş sakinlərlə görüşüblər. Görüşdə onların özünü məşğulluq proqramına uyğunluqları yoxlanıb, həmçinin şəraitlərinə baxış keçirilib. Qarabağ Regional Məşğulluq Filialı ilə Xankəndidə yerləşən Qarabağ Tekstil Evi MMC və Xocalıda fəaliyyət göstərən Akuret Az MMC-nin nümayəndələri arasında görüşlər olub. Görüşlərdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Zəngilan rayon Məmmədbəyli və Ağalı kəndlərinə köçmüş sakinlərlə görüşüblər. Görüşdə əhalinin məşğulluğunun təmin edilməsi barədə söhbət aparılıb, mövcud vakansiyalar təklif olunub.